Musavrudun Araz nəşriyyatı tərəfindən işıq üzü görmüş tariximizin 1000 illik yaddaş qatılınan publistik bir dillə soraq verən Uruz kitabı, Qərbi Azərbaycan ellərində batırılmış türk ruhunun iniltisi, taleyinə zamanın sərt kürəkləri əsən böyük bir elin elatın ağrıcısıdır. Yüzən evli bir kəndin tarixindən, keçmişindən və bugünkü dərdli taleyindən söz açan müəllif, indi xatirələrdə sığınacaq tapan doğma Uruz kəndinin etnoqrafiyasından, el adətlərindən, Şumerdən üzübəri bəşəri yaşantılarından, əhalinin qədim türklərə xas olan düşüncə tərzindən, şərəfli keçmişindən və faciəli bugünündən bir övlad yanğısı ilə söhbət açır. Uruz kitabı tarixi və coğrafi dərinliyi ilə olduqca zəngin və maraqlı faktlarla doludur. Qərib yurdlar haqqında dəyərli bilgi verən bu kitabda Sisyan, Zəngəzur və neçə tarixi yaşayış məskənlərimiz barədə məlumatlar vardır. Bu kitab doğma yurdu bir gün də olsun belə unutmayan, onun ağrı acısını, qəm kədərini öz taleyi nəşri və milli maarifçi ziyalıların, qələm sahiblərinin həmin nəşrlərdəki fəaliyyəti kitabda öz əksini tapıb. Kitabın elmi redaktoru, millət vəkili, filologiya elmləri doktoru Professor Nizami Xudiyev, rəhbərçilər akademik Kamal Talıbzadə və Dövlət Teleradio Verişlər Şirkətinin İctimai Siyasi Proqramlar Redaksiyasının baş redaktoru İsmail Ömərovdur. Müşfiq Çobanlının və Azadə Talehin Borçalıda Dədə Qorqud İzləri adlı kitabı Dədə Qorqudun 1300 illiyi münasibəti ilə yazılmış tədqiqat əsərlərindəndir. Müəlliflərin gərgin axtarışları hesabına əldə olunmuş dəyərli faktlar Oğuzların qədim tarixi yurdlarından, adət və ənənələrindən bəhs edir. Kitab Borçalı mahalında Dədə Qorqud qəhrəmanlarının izləri ayrı-ayrı boyların elementləri ilə zəngindir. Kitabda toplanan məlumatlar qorqudşünaslıq üçün olduqca dəyərlidir.